Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dəhşətli qətl hadisəsinin üstü açılıb. Belə ki, 2024-cü il dekabrın 24-də 40 yaşlı Samir Əliyevin itkin düşməsi barədə yaxınları polisə müraciət edib. Daxili İşlər Nazirliyinin və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Samir Əliyevin həyat yoldaşı 39 yaşlı Elmira İbrahimova tərəfindən odlu silahla qətlə yetirilərək gördüyünüz həyətin bu yerində bastırdığı məlum olub. Cəsəd həmin bu yerdən çıxarılaraq aidiyyət üzrə təhvil verilib. O da əvvəl bir-iki dəfə də beləmçi olmuşdur, Rusiya cəzada getmişdi. Elə bildik, yəni yenə harasa çıxıb gedib. Gözlədik, bunun atasının anası da Türkiyədə idi. Sonra gəldilər onlar, Türkiyədən gələndən sonra başlarında axtarışa verdi, elədi. O vaxtdan bu vaxt axtarış gedir. İndi dünənlər məlum olub ki, bəs öldürüblər, həyətdə bastırıblar. Həyətdə öldürüb bastırma barədə hadisəni necə bildiniz ümumiyyətlə? Bilirsiniz, o elə bil ki, bu kreditə saat götürmüşdü. O saatın ödənişi bu ilin may ayında ödəniş olub onu. Onu da sonra dedilər ki, bəs bankdan zəng eləyiblər ki, bu ödəniş eləməlisiniz. Deyiblər ki, bu yoxa çıxıb keçən noyabrdan. Onlar deyiblər, necə noyabrdan? May ayında ödəniş olub. İndi mənə belə gəlir ki, o ödənişi kimsəyi yitirmək üçün, nə üçün eləyiblər? Ona görə ki, yəqin ki, polislər bilməm, o sistem işçilərini bilmirəm. Onlar gedib, yəqin bəlkə kamera nəzadla eləyiblər ki, kim ödəniş eləyib. Yəqin onun ilə çıxıblar bunun üstünə. Dünən də gəldilər, yəni qızı tutub aparıblar, yoldaşını. Neçə ildə ailəliydilər? Ailəli çoxdur. Onu qızı Türkiyədə institutda oxuyur. Odlu silahla, silahı da yanında bastırıb. Onun özünün yəni sənətli silahı var idi. Winchester var idi. Bu tək adamın işi deyil. Yəqin ki, kimsə əlavə adam olub orada. Tək eləyə bilməzdi o. Oğlan hündür oğlan idi. Boy oğlan idi. Həm idmançı idi. Ümumiyyətlə, Bakıxanov qəsəbəsində də onu deyir, çox hörmətlə tanıyırdılar. Onu indi mən getdim, şəklini çıxartmağa, o imzadı fotoqraf. Fotoqraf sırası baxdı, dedi ki, mən bunu tanıyıram, belə yaxşı oğlan, belə. Nə bilim, Allah rəhmət eləsin. Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baku TV-yə bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində Samir Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meytin yaşadığı evin həyətində bastırıldığı müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Elmira İbrahimova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.